Güvən Nəşriyyatının 26 oktyabr tarixində 10-cu siniflər üçün təşkil etdiyi sınaq imtahanının izahlarına baxırıq. Hər birinizə uğurlar arzu edirəm. Birinci sualda A vurulsun B kvadratı kiçikdir 0. Deməli, burada A'mız mənfidir. A'mız mənfidir ki, B kvadratına vuranda mənfi aldı. A, B, C olaraq yazsaq, A'mız mənfi oldu. A kvadratı C kiçikdir 0 olduğuna görə deməli C'miz də mənfidir. B vurulsun C kvadratında burada da müsbət olduğuna görə deməli B'miz müsbətdir. Mənfi, müsbət, mənfi. Yəni cavab olacaq C variantı. İkinci sualda A B'nin açıqlıdır, B də C'nin açıqlıdır. Bunların kəsişməsi bizə nəyi verər? Elə A'nı verər. 7 bölünsün 3 nisbətində olan qonşu bucaqlardan kiçiyini tapın. Qonşu bucaqların cəmi 180 dərəcə olduğuna görə 7x plus 3x bərabərdir 180. 10x bərabərdir 180, x bərabərdir 18 çıxır. Bizə bucaqlardan kiçiyini istəyir. Kiçiyimiz 3x olduğuna görə 3x bərabərdir 3 vur 18 bərabərdir 54 olacaq. Cavab E variantı. Dördüncü sualda x vur y. X plus y cəmini istəyir. X plus y cəmini istəyir. Deməli, əksi mənfi 5 olan ədəd hansıdır? Müsbət 5 ədədi. Deməli, A'mız 5 imiş. 5-in tərsi neçədir? 5-də 1. Daha sonra tərsi 2-dirsə, deməli, ədədimiz özü 2-də 1-dir. Yəni 0.5-dir. Onda əksi neçə olacaq? Mənfi 0.5. Bizdən x və y-in cəmini istəyir. X-imiz neçə oldu? 5-də 1. Yəni 0.2. Üstünə gələk. Mənfi 0.5. Cavab olacaq mənfi 0.3. Yəni E variantı. 5-ci sualda A bərabərdir 1,87. Deməli, bu A ədədimiz A bərabərdir 1,87. 87, 87. Bu şəkildə davam edir sonsuza qədər. B bərabərdir 1 tam vergüldən sonra 8 və 7, 7 deyə davam edir sonsuza qədər. C isə bərabərdir 1 tam 8 və yenə 87, 87 bu şəkildə davam edir. Tamlarımız bərabərdir. İkinci rəqəmlərimiz bərabərdir. Üçüncü rəqəmlərimiz də böyük olan C-dir. Deməli, C-miz böyükdür. Digər ikisində isə üçüncü rəqəmlərimiz, daha doğrusu ikinci rəqəmlərimiz eynidir. Üçüncü rəqəmlərə baxırıq. Deməli, burada 8-dir, burada 7-dir. Deməli, A-mız böyük olacaq. Ən kiçiyimiz isə olacaq B. Yəni, cavab olacaq C böyükdür A-dan, o da böyükdür B-dən. Cavab C variantı olacaq. 126 ədədindən kiçik 126 ilə qarşılıq sadə ədədlərin sayını tapın. 126-nı sadə vurğulara ayırırıq. Deməli, 2 dəfə düşür. 63, 3 dəfə düşür. 21, 3 dəfə düşür. 7, 7-yə 1 dəfə. Deməli, 126 ədədi bərabərdir. 2 vur, 3 üstü 2 vurulsun 7. Deməli, ədəddən kiçik olub onunla qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq üçün 2 vur, 3 üstü 2 vur, 7 vurulsun 1 minus 1 böl 2, 1 minus 1 böl 3, 1 minus 1 böl 7 bərabərdir. Deməli, 2 vurulsun, 3 üstü 2 vur, 7 vurulsun, 2-də 1 vurulsun, 3-də 2 vurulsun, 7-də 6. Deməli, 7-lər ixtisar gedər. 2-lər ixtisar gedər və 3-ün biri ilə 3 ixtisar gedər. Cavab olacaq 3, 2, 6, 6, 6-nın 36. Yəni C variantı. 7-ci sualda düz xətt üzərində ABCD nöqtələri ardıcıl qeyd olunmuşdur. Düz xətt üzərində deməli ABCD sonuncu nöqtəmiz D-dir. A və sonuncu nöqtəmiz D. Deyir ki, ardıcıl qeyd olunmuşdur. AC bərabərdir BD-yə. AC bərabərdir BD-yə. Bu AC olsun, bu da
BD-miz. Aha. Deməli, AD-miz bərabərdir 40, BC bərabərdir 6. BC bərabərdir 6. AC-ni tapın deyir. Burada deməli AB-yə x deyirik, CD-yə x deyirik. Onda olacaq 2x plus 6 bərabərdir 40. Buradan 2x bərabərdir 34, x bərabərdir 17 alınır. Bizdən AC-ni istədiyinə görə 17 üstəgəl 6 cavab olacaq 23. Duz və sudan ibarət olan məhluldakı suyun kütləsinin 25% duzun kütləsinə bərabərdir. Bu məhlulun neçə faizi sudur? Deməli, duz və sudan ibarət məhluldakı suyun kütləsinin 25% duzun kütləsinə. Deməli, suyumuz əgər x-dırsa, onda duzumuz olacaq 0,25x. Aha. İndi bizə deyir ki, bu məhlulun neçə faizi sudur? Bu məhlulun neçə faizi sudur deyirsə, deməli, suyu bölürük, su və duzun cəminə, yəni x plus 0,25x vururuq 100-ə. Bərabərdir. Deməli, x bölünsün 1,25x vurulsun 100. X-lar ixtisar gedir. Deməli, 100-ü bölürük 1,25-ə. Bu da o deməkdir ki, yəni 100 və 2 0, 125-ə bölürük. 1, 8, 80%. Cavab olacaq 80%. 9-cu sualda 3 ədəddən biri 60-dır və digər ikisi qarşılıqlı əksdir. Deməli, 3 ədəddən biri 60-dır, digər ikisi qarşılıqlı əksdir. Yəni, biri x-dırsa, digəri də mənfi x olacaq. Bu 3 ədədin ədəd ortasını tapın. 3 ədədin ədəd ortasını tapmaq üçün 60 plus x plus mənfi x bölürük 3-ə, sayına bölürük. X ilə mənfi x gedir. Heç nə qalmır, yəni 0 olur, islah gedir. 60 bölünsün 3 alınır, bu da 20 eləyir. Cavab D variantı. A və B məntəqələri arasındakı məsafəni birinci velosipedçi 15 saata, ikinci velosipedçi isə 10 saata gedir. Bu velosipedçilər A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya yola düşdülər. Velosipedçilər neçə saatdan sonra görüşdülər. Deməli, birinci velosipedçimiz 1 saata yolun 15'də 1 hissəsini gedir. İkinci isə 1 saata 10'da 1 hissəsini gedir. İkisi birlikdə deməli 1 saata 30'da 2 üstəgəl 30'da 3. Yəni 30'da 5. Bu deyilir 6'da 1. 1 saata yolun 6'da 1 hissəsini gedirsə, neçə saata tam gedər? 6'da 6. Yəni x. X də bərabərdir. Çarpaz vuranda alınacaq 6. Yəni 6 saata getmiş olar. 11-ci sualda şəkildə kəskin iki düz xətt verilmişdir. Şəkildə sizdən bu düz xəttlər arasındakı iti bucağı tapın. Deməli, qarşılıqlı bucaqları verib bizə. 3x bərabərdir x plus 32. Buradan da 2x bərabərdir 32, x bərabərdir 16 alınır. İti bucağı tapın deyir. Deməli, 3x-i tapa bilərik. 3x bərabər olacaq. Deməli, 3 vur 16, o da olacaq 48. Cavab C variantı. Müsbət hədli tənasübün kənar hədləri 8 və 18-dir. Deməli, kənar hədləri 8 və 18-dir. Bərabərdir deyək. Bu tənasübün orta hədləri bir-birinə bərabərdir. Yəni, bölünsün x, burada da x bölünsün. Orta hədlərimiz bərabərdir. Orta hədlərin cəmini tapın deyir. Tənasübün orta hədlərinin hasili kənar hədlərinin hasilinə bərabərdir. Yəni, x kvadratı bərabərdir 8 vur 18. X kvadratı bərabərdir 144. X bərabərdir 12 alınır. Deməli, x-imiz 12'dir. Bu da olacaq 12. 12 üstəgəl 12 bərabərdir 24 alınacaq. Cavab B variantı. Alfa və beta uyğun tərəfləri paralel olan iti bucaqlardır. Uyğun tərəfləri paralel iti bucaqlarsa, deməli bunlar bir-birinə bərabər bucaqlardan söhbət gedir. Alfa plus beta cəmi bu bucaqların paralel olmayan tərəfləri arasındakı kör bucaqdan 2,5 dəfə kiçik olarsa, gəl bu bucaqları çəkək.
Bizim deməli uyğun tərəfləri paralel olan bucaqlar. İndi bizə deyir ki, alfa plus beta cəmi bu bucaqların paralel olmayan tərəfləri arasındakı kör bucaqdan 2,5 dəfə böyükdür. Biz bu bucaqların hər ikisini elə alfa kimi qəbul edirik. Çünki onsuz da bir-birinə bərabər. Ya alfa kimi, ya beta kimi. Deməli, biz əgər bunun uzantısını çəksək, deyir ki, bu bucağı deyir alfa olanda bu da alfa olur da bir-birinə bərabər edir. Yəni alfa bərabərdir beta dedik. Demək, deyir ki, alınan kör bucaq, onda əgər bu uzantısını çəksək, bu da olacaq alfa. Onda bu bucaq olacaq 180 çıxılsın alfa. Bizə deyir ki, tərəflər arasında kör bucaqdan 2,5 dəfə kiçikdir. Yəni alfa plus alfa bu tərəflərdən bucaqlardan söhbət gedir. Alfa plus alfa vursaq 2,5-ə bərabər olar. 180 çıxılsın alfaya. Buradan da alfa plus alfa olur 2 alfa. 2,5'ə vuranda olur 5 alfa bərabərdir 180 çıxılsın alfa. Burada da alfa keçirdiyi digər tərəf olacaq 6 alfa bərabərdir 180. Alfa bərabərdir 30 dərəcə olacaq. Yəni bu alfa da 30 dərəcədir. Onda beta da bərabərdir 30. Alfa plus beta bərabər olacaq 30 plus 30. Yəni 60 dərəcə olacaq. Cavab B variantı. $264 ədədinin neçə sadə böləni var? 264 ədədini sadə vurğulara ayıraq əvvəlcə. Deməli 2 dəfə düşür 1, 3, 2. 2 dəfə düşür 6, 6. 2 dəfə düşür 33. 3 dəfə düşür 11. 11 də 1 dəfə. Deməli sadə böləni var deyirsə, hər birin vurğuların hər birindən bir ədəd götürmək lazım. Yəni bir dənə 2, bir dənə 3, bir dənə 11. 3 dənə sadə bölən olacaq. Mənfi 4/2 ədədinin tam və kəsr hissəsinin hasilini tapın. Deməli biz bilirik ki, ədəd oxunda mənfi ədədlər, ümumiyyətlə ədədlərdən, deməli məsələn 4/2, mənfi 4/2 ədədi verilibsə, bunun tam hissəsi ədəd oxu üzərində sol tərəfdəki tamdan söhbət gedir. Yəni mənfi 5 olacaq. Kəsr hissəsi isə 0,8 olacaq. Çünki mənfi 5-dən mənfi 4/2-yə qədər məsafə deyək, 0,8-dir. Hasilini tap deyir, mənfi 4 olacaq. Yəni E variantı. A çıxılsın B birləşmə C. Bunun açılışını biz yazsaq, aşağıdakıların arasına bərabərdir. A çıxılsın B birləşmə A çıxılsın C olacaq. A çıx B, A çıx C. Cavab olacaq C variantı. 17-ci sualda deməli AOC-nin COE-yə nisbəti 4, 5 kimidir. Yəni bura 4x-dir. Aşağı isə 5x olacaq. Deməli AOB bərabərdir. Yox. OAB bərabərdir 106 dərəcə verilib. OCD 130 dərəcə. Şəklə görə OYF. Aha. Deməli bura olsun alfa, buranı istəyir bizdən. Biz nə edə bilərik burada? Bax, birinci bunun uzantısını çəkək. Deməli bura 106-dır, onda bu bucaqda olacaq 106 dərəcə. İçəri bucağımız da verilib. Bunun qonşu bucağı 130 dərəcənin qonşu bucağı 50 dərəcə olacaq. Deməli 106 üstəgəl 50 üstəgəl 4x. Bax bu bucaq 4x demişdik. 4x bərabərdir nəyə? 180 alınmış 3 bucağa görə. 4x buradan bərabərdir 180-dən 156-nı çıxırıq. Qalır neçə? 24. X çıxır buradan. X çıxır neçə? 6 çıxır x. X 6 olduğuna görə burada 5x idi axı. 5 vurulsun 6 bərabər olacaq 30 dərəcə. İndi bax bu bucağı, daha doğrusu tərəfin uzantısını çəkək. 130 isə bu bucaqda olacaq. Bax
qeyd etdiyimiz bucaqda olacaq 130 dərəcə. 5x olduğuna görə burada oldu 30 dərəcə. Onda elə bu bucağı biz birbaşa tapa bilərik. Üçbucağın deməli xarici bucağı verilib və ona qonşu olmayan bucaqlar hansılardır? Deməli, biri oldu 30 dərəcəli bucaq. Bax, bu bucaq 30 dərəcə idi. Digəri isə oldu 130 dərəcə. Cəm oldu 160 dərəcə. Deməli, OYF bucağı olacaq 160 dərəcə. 18-ci sualda N'in neçə natural qiymətində ifadəsinin qiyməti natural edir? Biz bunu əvvəl cari kəsirlər şəklində yaza bilərik. N'də N kvadratı üstəgəl N'də 243 bərabərdir N plus N'də 243. Natural qiymətindən deməli N'in neçə natural qiymətində ifadəsinin qiyməti natural ədəddir deyirsə bizə N'in 243-ün bölünə biləcəyi natural ədədləri tapmalıyıq. Yəni 243-ün natural bölənlərini tapmalıyıq. 243 nəyə bərabərdir? 3 üstü 5-ə bərabərdir. Natural bölənlərin sayını tapırıqsa 5 plus 1 6 eləyəcək. 19-cu sualda mənfi 6-nın kvadratı eləyir mənfi 36. Çıxılsın 3 4-ün 12 eləyir. Üstəgəl mənfi 6-nın mənfi 1-ə vuranda müsbət 6 eləyəcək. Mənfi 48 mənfi 42 eləyəcək cavabımız. Deməli B variantı. Ədədi 60% azaltdıqda alınan ədədi neçə dəfə artırmaq lazımdır ki, əvvəlki ədəd alınsın? Ədədimiz 100-dür. 60% azaldanda neçə olur? 40 alınır. İndi 40-ı neçə dəfə artırmaq lazımdır ki, bax 40 vurulsun x bərabərdir, yenə 100 olmalıdır. X bərabər olacaq nəyə? 100 bölünsün 40-a. İxtisarlar gedir. Onu 4-ə böləndə 2,5 eləyəcək. Uyğun tərəfləri perpendikular olan müxtəlif növlü bucaqlardan biri 96 dərəcədir. Uyğun tərəfləri perpendikular olan müxtəlif növlü bucaqlardan biri 96 dərəcədirsə, ümumiyyətlə digəri də x olsun. X plus 96 bərabər olmalıdır 180-ə. X buradan neçə çıxacaq? 84 dərəcə çıxacaq. 22-ci sualda əkob a kvadrat b kvadrat bərabər 144, əbob a kvadrat b kvadrat bərabər 9 və a və b ədədlərinin ortaq olmayan sadəqə olan hasilini tapa. Deməli, biz bilirik ki, əbob ab, burada a kvadrat b kvadrat verildiğinə görə çaşmamaq üçün deyirəm. Əbob xy vurulsun əkob xy bərabərdir x vurulsun y. Burada x-in yerinə a kvadrat, y-in yerinə b kvadrat durub. Yəni, bunların hasili bərabər olacaq bunların hasilinə. Demək, burada a kvadratı vurulsun b kvadratı, a kvadratı vurulsun b kvadratı bərabərdir 144 vurulsun 9. AB də bərabərdir kök altda 144 vurulsun 9. Bu da eləyir 12 vurulsun 3, yəni 36. Hansı ədədlərin hasili 36 eləyə bilər? 1 və 36-nın, 2 və 18-in, 3 və 12-nin, 4 və 9-un və 6 və 6-nın. 6 və 6-nın hasili 36 eləməyinə baxmayaraq, bunların kvadratlarının əbobu 9 olmaz və ya köbü 144 olmaz. Digər tərəfdən, məsələn, 1 və 36, 1-in kvadratı 1 eləyir, 36-nın kvadratı neçəsə eləyir və bunların əbobu ilə 1 eləyəcək, çıxaq. Sonra 2-nin kvadratı 4, 18-nin kvadratı 324, bunların əbobu 4 eləyir. Sonra 3-ün kvadratı 9, 12-nin kvadratı 144. Bunların əbobu demək, əbobu 9 eləyir, əkobu da 144 eləyir. Deməli, ədədlərimiz hansıymış? 3 və 12. Bunların ortaq olmayan sadə vuruqları hansı olacaq? Deməli, 12 nəyə bərabərdir? 12 bərabərdir 3 vurulsun 4. Digərində də 3 vuruq var, bunda da 3 vuruq var. Ortaq olmayan neçədir? 4. Cavab E variantı. 23-cü sualda deməli NA bərabərdir 12, NB bərabərdir 16 olarsa A birləşmə B və NA birləşmə B üstəgəl NB kəsişmə A cəmini tapın. Əgər bütün elementləri ortaq olsa, bunların elementləri birləşməsi 16 eləyəcək.
Ortaq olduğuna görə kəsişməsi 12 eləyəcək. Cəmi nə qədər olur? 28. Əgər deyək ki, ortaq elementi olmasa, birləşməsi 28 eləyəcək. Ortaq element olmadığına görə kəsişməsi də 0 eləyəcək. Yenə 28 olur. Deməli, bunların cəmi 28 olar. Kvadratın iki qarşı tərəfi 50% azaldılaraq düzbucaqlı alınmışdır. Deyək ki, bu kvadrat olsun. Kvadratın hər tərəfin 10 kimi götürək. Deməli, bunun perimetri olacaq 40. Digər fiqurda isə iki qarşı tərəfini 50% azaldıb. Qarşı tərəfin 50% azaldıb. Bu da olsun deyək ki, bu şəkildə. Deməli, tərəf 50% azalıbsa 5, 5, 10, 10. Cavab olacaq, deməli, cəmi 20, 30 olacaq perimetri. Bizə deyir ki, alınan düzbucaqlının perimetri, kvadratın perimetri neçə faiz? Alınan düzbucaqlının perimetri 30, düzbucaqlının perimetri 40'dır. Vururuq, 100'ə sıfırlar gedir. 25, 3, 25'in 75 faizdir. 25-ci sual 4 rəqəmli ədədi 3-ə qalıqsız bölünür. K-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli 3, 4, 10, 13 eləyir. 13 eləyir. K onda hansı ədədlər alınmalıdır? 2 ala bilər, 5 ala bilər və 8 ala bilər. Bunların cəmi 2 üstə gəl, 5 üstə gəl, 8. Cavab olacaq 15. Ədəd oxunda koordinat başlanğıcı ilə A12 nöqtəsindən eyni məsafədə yerləşən nöqtənin koordinatı, bunların orta nöqtəsini tapmaq lazımdır. Deməli, 0 nöqtəsi ilə 12-nin orta nöqtəsi toplayıb bölürük 2-yə 6 nöqtəsi olacaq. 27-ci sualda. İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi bucaqlar üçün uyğunluğu müəyyən edin. Alfa və beta daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olmalıdır. Əgər alfa 140-dırsa, deməli, beta 40 dərəcə olmalıdır. Yəni, A-ya uyğun gəlir. İkincində, alfa və beta xarici çarpaz bucaqlardır. Xarici çarpaz bucaqlar bir-birinə bərabər olur. Yəni, beta da 70 olmalıdır. 2-yə C uyğun gəlir. 3-də isə uyğun bucaqlardır. Alfa və beta uyğun bucaqlardır. Alfa 110. Uyğun bucaqlar da bir-birinə bərabərdir. Yəni 110-dursa, o da 110 olmalıdır. Yəni cavab olacaq D. 1-ə A, 2-yə C, 3-ə D. Situasiya suallarına baxırıq. Deməli, deyir ki, qəbul imtahanı. Yeni açılan məktəb sadəcə 5 və 6-cı siniflərə şagird qəbulu üçün imtahan keçirir. İmtahanda iştirak etmək üçün 5-ci sinif şagirdlərinin 506 nəfər, 6-cı sinif şagirdlərinin isə 220 nəfər müraciət edir. Bunu yadımızda saxlayaq. İmtahanın təşkili üçün bir sinif otağında eyni sinifin şagirdləri və bütün otaqlarda bərabər sayda şagirdlər olmaqla ən azı neçə sinif otağı lazımdır? Bunun üçün biz 506 və 220 ədədlər nəbobunu tapmalıyıq. Yəni 506 və 220-ni yazırıq. Demək 2-yə bölünür. 250 3 dəfə, 110 dəfə 2-yə bölürük. 55, 253. Bu da 5-ə bölünür. 11, 253. Demək 253, 2-yə, 3-ə, 4-ə, 5-ə bölünmür, 6-ya, 7-yə bölünmür, 8, 9, 11-ə bölünəcək. 11-ə bölünəndə 1 dəfə düşür. 11-ə bölünəndə deməli 23 dəfə düşür. 23 də 23-ə 1 dəfə. Əbubu neçə olacaq? 2, 11, başqa bir şey var mı? 2, deməli 2 və 11 olacaq. Deməli, 2 vurulsun 11 bərabərdir 22 olacaq cavab. 5-ci sinifə qəbul olan 75 şagirdin 64% şahmat və ya dama oyunlarına hazırlıq dərnəyinin ən az birinə yazılır. 26 nəfər şahmat dərnəyinə yazılır. Hər iki dərnəyə yazılan şagirdlərin sayı isə yalnız dama dərnəyinə yazılan şagirdlərdən 8 nəfər az olarsa, neçə nəfər hər iki dərnəyə yazılır?
Biz əvvəlcə 75-in 64%-ni tapaq. 75-in %64-ün. İxtisar gedir, 3 dəfə düşür, 4 dəfə düşür. 4 ilə 64 ixtisar gedir, 1, 16, eləyir 48. Deməli, ümumi dərnəklərimizdə 48 nəfər iştirak eləyir. 48 nəfər. Biz Venn diaqramı çəkək əvvəlcə. Bu olsun şahmat dərnəyi, bu da olsun dama dərnəyi. İndi bizdə necə olacaq? Dama dərnəyində 26 deməli hazırlıq dərnəyinin hazırlıq 26 nəfər şahmat dərnəyini yazılır. 26 nəfər şahmat. Hər ikisinə yazılanlara x desək, bura olacaq 26 çıxılsın x. Və hər iki dərnəyə yazılan şagirdlərin sayısı yalnız dama dərnəyinə yazılan şagirdlərin 8 nəfər az olarsa. Bu da olacaq x plus 8. Yazılan şagirdlərin 8 nəfər az olsa, neçə nəfər hər iki dərnəyə yazılıb? Bəli. Hamısı birlikdə neçə nəfər idi? 48 nəfər idi. Yəni 26 çıxılsın x, üstəgəl x plus 8 bərabər olacaq neçəyə? 48-ə. X-lar gedir. Deməli, 26-nın üstünə 8 gələndə eləyəcək 34, üstəgəl x bərabərdir 48. X bərabər olacaq neçə? 14. Yəni cavab olacaq 14.